Salam. Bugün 15 Aprel, çərşənbə günüdür. Həftənin tən ortasında ulduzların sizə hansı mesajları göndərdiyini maraq edirsinizsə, doğru yerdəsiniz. Enerjinizi yüksəldəcək, gününüzə işıq tutacaq 15 Aprel bürc proqnozları başlayır. Qoç, əziz qoçlar, bugün ulduzlar sizin qətiyyətinizi sınağa çəkə bilər, amma narahat olmayın, qalib gələn siz olacaqsınız. 15 Apreldə iş həyatınızda yarımçıq qalmış məsələləri həll etmək üçün daxili bir təkan hiss edəcəksiniz. Ünsiyyətdə olduğunuz insanların sizə olan ehtiyacı arta bilər, onlara yol göstərmək sizə ruh yüksəkliyi verəcək. Şəxsi münasibətlərinizdə isə qarşı tərəfin hisslərinə biraz daha həssas yanaşmağınız tövsiyə olunur. Bugün atacağınız hər bir addım gələcək uğurlarınızın möhkəm bünövrəsini qoyur. Buğalar, bugün diqqətiniz tamamilə daxili dünyanızda və şəxsi inkişafınızda olacaq. 15 Aprel sizə yeni bir şeylər öyrənmək və ya hobbilərinizlə məşğul olmaq üçün gözəl fürsətlər təqdim edir. Maddi məsələlərdə ehtiyatlı, lakin uzaq görən olun, bəlkə də yeni bir investisiya ideyası bugün ağlınıza gələcək. Sevdiyiniz insanlarla bir araya gəlib gələcək planları haqqında danışmaq sizə hüzur verəcək. Səbirli və təmkinli olmağınız ətrafınızdakilərin sizə olan hörmətini daha da artıracaq. Əkizlər üçün bugün hərəkətlilik və sürət ön plandadır. 15 Apreldə sanki hər şey eyni anda baş verir, amma siz bu tempdən zövq alacaqsınız. Yeni tanışlıqlar və gözlənilməz zənglər gününüzü maraqlı edə bilər. İntellektual enerjiniz o qədər yüksəkdir ki, çətin tapşırıqları bir göz qırpımında həll edəcəksiniz. Sosial çevrənizdə sözü keçən biri olmaq sizi qürurlandıracaq. Axşam saatlarında isə zehninizi dincəltmək üçün biraz sükut axtarışında ola bilərsiniz. Xərçəng. Əziz xərçənglər, bugün emosional stabilliyinizi qorumaq üçün mükəmməl bir gündür. 15 Apreldə ailə və ev mühitində yaradacağınız harmoniya bütün gününüzə müsbət təsir edəcək. İş yerində isə intuisiyanız sayəsində mühüm bir problemi həll edə bilərsiniz. Kiməsə kömək etmək və ya birinin dərdinə ortaq olmaq sizə mənəvi rahatlıq gətirəcək. Özünüzə olan inamınız artdıqca qarşınıza qoyduğunuz hədəflər daha real görünməyə başlayacaq. Unutmayın, sizin ən böyük gücünüz elə mehribanlığınızdadır. Şirlər, bugün özünüzü hər zamankından daha yaradıcı və ilham dolu hiss edəcəksiniz. 15 Apreldə layihələrinizi nümayiş etdirmək və ya diqqət çəkmək üçün qarşınıza qaçırılmaz fürsətlər çıxa bilər. İnsanlar sizin enerjinizdən və pozitivliyinizdən bəhrələnmək istəyəcəklər. Romantik münasibətlərdə isə sürprizlər və xoş etiraflar gözlənilir. Səxavətli təbiətiniz ətrafınızda xoş bir atmosfer yaradır. Lakin fərclərinizə biraz diqqət yetirməyinizdə fayda var. Bugün hər gördüyünüzü almaq istəyə bilərsiniz. Qız bürcləri üçün bugün məhsuldarlıq və nizam günüdür. 15 Apreldə işlərinizi elə bir sistemlə idarə edəcəksiniz ki, hər kəs sizə heyran qalacaq. Ətrafınızdakı dağınıqlığı toplamaq, həm evdə, həm də işdə yeni bir düzen yaratmaq sizə mənəvi rahatlıq verəcək. Sağlamlıq mövzularında özünüzə daha çox diqqət yetirməyə başlayın, bəlkə də yeni bir pəhriz və ya idman proqramına başlamağın tam zamanıdır. Kiçik detallar bugün böyük uğurların açarı olacaq. Özünüzə güvənin, hər şey qaydasındadır. Tərəzilər, bugün sosiallaşmaq və yeni əlaqələr qurmaq üçün mükəmməl bir enerjiyə sahibsiniz. 15 Apreldə diplomatik bacarıqlarınız sayəsində gərgin vəziyyətləri yumşalda bilərsiniz. İncəsənətə, gözəlliyə və estetikaya olan marağınız artacaq, bəlkə də ətrafınızdakı mühiti gözəlləşdirmək üçün bir addım atacaqsınız. Şəxsi həyatınızda isə qarşı tərəflə ortaq qərarlar almaq münasibətlərinizə yeni bir canlanma gətirəcək. Həyatın sizə təqdim etdiyi bu harmoniyadan sonuna qədər həzz alın. Əziz əqrəblər, 15 Aprel sizin üçün daxili gücünüzü kəşf etmə günüdür. Bugün strateji düşünmə qabiliyyətiniz zirvədədir. Uzun müddətdir planlaşdırdığınız bir işi həyata keçirmək üçün lazımi dəstəyi tapa bilərsiniz.
İntuisiyanız sizə kimə güvənməli olduğunuzu pıçıldayacaq, ona görə də daxili səsinizə qulaq asın. Maddi məsələlərdə maraqlı təkliflər ala bilərsiniz, amma hər şeyi dərindən araşdırmadan qərar verməyin. Sirli və cazibədar enerjiniz bugün hər kəsi özünə cəlb edəcək. Oxatanlar, bugün azadlığınız və macəra ruhunuz ön plandadır. 15 apreldə gündəlik rutinlərdən uzaqlaşıb yeni nəsə etmək istəyəcəksiniz. Bəlkə də bir səyahət planı və ya uzaqdan gələn maraqlı bir xəbər gününüzü tamamilə dəyişəcək. Optimist baxış açınız çətinlikləri asanlıqla dəf etməyə kömək edir. Yeni insanlarla tanış olmaq və onların təcrübələrindən yararlanmaq sizə çox şey öyrədəcək. Özünüzə yeni hədəflər qoyun, çünki ulduzlar sizin böyük arzularınızı dəstəkləyir. Oğlaqlar üçün bugün məsuliyyətləri uğurla idarə etmək günüdür. 15 apreldə peşəkar fəaliyyətinizdə ciddi tərəqqi hiss edə bilərsiniz. İş mühitində sizin sözünüzə daha çox önəm veriləcək. Sabitliyə olan ehtiyacınız sizi daha planlı hərəkət etməyə sövq edir. Ailə böyükləri ilə münasibətlərdə xoş bir anlaşma hökm sürəcək. Axşam saatlarında isə yorğunluğunuzu çıxarmaq üçün özünüzə biraz zaman ayırın. Sizin bu əzmkarlığınız mütləq arzuladığınız nəticəni verəcək. Əziz dolçalar, bugün yeniliklər və fərqli ideyalar günüdür. 15 apreldə hər kəsin düşündüyündən fərqli bir yol seçmək sizə uğur gətirəcək. Texnoloji yeniliklər və ya yaradıcı layihələr diqqətinizi çəkə bilər. Dost çevrənizdə maraqlı müzakirələrə qoşulmaq və gələcək haqqında danışmaq sizə böyük motivasiya verəcək. Azadlığınızı qorumaq bugün sizin üçün hər şeydən vacibdir. Özünə məxsus tərzinizlə ətrafınızdakıları heyran etməyə davam edin. Həyat sizin fərqliliyinizlə daha gözəldir. Balıqlar, bugün mənəviyyatınızın və yaradıcılığınızın parladığı bir gündür. 15 apreldə xəyallarınızı gerçəkləşdirmək üçün kiçik, amma vacib addımlar ata bilərsiniz. İncəsənətə olan marağınız və emosional dərinliyiniz ətrafınızdakı insanlara da müsbət təsir göstərəcək. Bir az təklikdə qalıb düşüncələrinizi qaydaya salmaq sizə çox yaxşı gələcək. Sevdiyiniz insanlara qarşı göstərdiyiniz şəfqət münasibətlərinizdəki buzları əridəcək. Kainatın sizə verdiyi mesajları anlamaq üçün qəlbinizi açıq saxlayın. Və sonda, 15 aprel üçün ulduzların sizə demək istədikləri belə idi. Hər birinizə sevgi dolu, məhsuldar və möcüzələrlə zəngin bir gün arzulayırıq. Unutmayın, ulduzlar yolunuzu işıqlandırsa da o yolda addımlayan sizsiniz. Sabah yenidən görüşənədək hələlik.